Son illərdə Cənubi Qafqazın iqtisadi mənzərəsində mühüm dəyişikliklər baş verir. Regionun nəqliyyat xəritəsi yenidən formalaşır, əvvəllər ayrı-ayrı istiqamətlər üzrə məhdudlaşan bağlantılar daha geniş regional şəbəkənin tərkibinə çevrilir. Xəbər eksperti xəbər verir ki, bu proses yalnız yeni yolların və dəmir yolu xətlərinin yaradılması ilə məhdudlaşmır. Söhbət ticarət axınlarının istiqamətinin dəyişməsindən, bazarlar arasında məsafənin qısalmasından və əvvəllər periferiyada qalan ərazilərin yeni iqtisadi əlaqələr sistemində daha mərkəzi mövqe qazanmasından gedir. Qlobal ticarətdə təchizat zəncirlərinin yenidən qurulduğu və alternativ marşrutlara tələbin artdığı bir vaxtda coğrafi mövqenin iqtisadi əhəmiyyəti də dəyişir. Əvvəllər əsasən sərhəd və ya tranzit ərazisi kimi qəbul edilən məkanlar yeni bağlantılar yarandıqda ticarət, logistika, istehsal və enerji axınlarının kəsişdiyi qovşaqlara çevrilə bilər. Bu baxımdan Cənubi Qafqazda baş verən dəyişikliklər Naxçıvan üçün xüsusi imkanlar yaradır.